Hər vaxtınız xeyir olsun, hər gününüz xeyirli açılsın inşallah. Burada qazan kotleti hazırlayacağım. Burada əti göstərməkdə məqsədim onu bildirmək istəyirəm ki, mən soğanla ət saxlamışdım. Bir çox insan irad tutmuşdu ki, qaraldır rəngi. Baxın, ətin üzərinə soğanı qoyuramsa, ət qaralmır. Gördüyünüz kimi ətin rəngi qıpqırmızıda qalıb necə var. Amma soğan qoyduğum tərəf bəli, biraz rəngi dönüb və biraz çörək, bir balaca ədəddə kartoşka qatıram. Duzun, istiyotun, sarı kökün və biraz da darçın qatıram. Bu da təzə demişdim ki, qazanlarım var evdə və onları açıb istifadə etdim. Xeyirlisi olsun inşallah. Xeyirlisi ilə istifadə etməyi Allah nəsib eləsin. Və burada artıq soğanlarımı doğramışam. Kərə yağında qovururam, amma qızartmıram. Duz, istiyot, sarı kök vururam. Biraz soğanlarım öləndən sonra elə bir ki, qızartmıram da. Biraz soğanı öldürürəm. Sonra üzərinə ətini, kartofunu qatıram. Bu arada da gözəl rəylər yazırsınız. Allah hər birinizdən razı olsun. Həm canlımda, həm də paylaşdığım postların altında. Hər birinizə artıq belə deyim, ayrı-ayrılıqda təşəkkür edirəm. Çox sağ olun, var olun. Həm YouTube səhifəmə, həm də TikTok səhifəmə dəstək olmanızı xahiş edirəm. Burada kartofları doğrayıram. Biraz balaca kartofu yumru, amma çox incə doğramıram ki, o bişəndə ölməsin. Digər kartof da çox böyük olduğuna görə 2 yerə böldüm. Və taxtamı da təmizləyib üzərinə kulok salıram. Kotletlərimi hazırlayıb yığım. Biz qazan kotletini qızardıb etmirik. Məsələn, bəzi yerlər var ki, qazan kotletində kotletləri qızardır, sonra qatır soğana. Biz də bu cür eləyirik. Yəni qızartmaq da olar, amma biz bu cür öyrəşmişik. Yəni uşaqlığımdan mən belə görmüşəm. Və yumru formada olur. İndi adam var, məsələn, xırda eləyə bilər, çox böyük eləyəm, amma çox böyük olmamalıdır. Bundan xırda eləyənlər var. Yəni görmüşəm ki, eləyiblər. Yəni kimə necə rahatdır, kimə necə xoşdur, o cür də etsin. Qalanını da əti də eləyirəm belə. Nənələrim rəhmətli həmişə deyərdi ki, çalışın evdə bir payda olsa artıq yemək bişirin ki, qəfil qonağınız gələr, qəfil qapınızı açan olar. Mən də eləyirəm, yəni Allah verəndən bütün evlər qonaqlı, qaralı olsun. Həmişə hər kəs bir-birinin evinə xoş günlərə yığışsın inşallah. Bu cür, yəni yemək də qalanda nə ziyanı var ki, yəni qızdırıb sonradan da yeyə bilirik, istifadə edirik də, yəni ki. Və bu cür deməli hazırlayıram. Orada əllərimi görürsüz, danışıram. Orada əslində səs orada danışa-danışa çəkmişdim. Sonra və nədənsə sonra üzərinə səs yazası oldu. Bu cür deməli kotletləri yığıram üzərinə. İndi biraz sıx-sıx yığıram, amma bişəndən sonra öz yerini tutur da. Sonra yığılır, özünüz də bilirsiniz ki, ət bişəndən sonra yığılır. Burada danışıram. Və qapağını örtüm. Biraz bişəndən sonra görürsünüz, yəni artıq çevirmişəm. Biraz üzünü çevirmişəm. Çox az görürsünüz ki, çox belə bilinər bilinməz belə azmaz qızarıbdı. Üzünü çevirmişəm və kartoflarını əlavə edirəm üzərinə. Yəni çalışın bu yeməyi edəndə az da olsa ətinə darçın vurun. Onun ləzzəti bir başqadır. Yəni darçınla çox gözəl olur. Qazan kotletidir, kiftədir, kələm dolmasıdır, badımcan dolmasıdır. Mən bunlara mütləq az da olsa darçın qatıram. Çox gözəl olur. Amma şirniyyatlarda şəxsən özüm darçın sevmirəm. Bu yeməklərdə çox gözəl olur. Və kartofların qatandan sonra da üzərinə pomidor və biberlərimi də qatacağam. Burada duz vurmuram, çünki soğanla normal duzum vurmuşam deyə. Burada biraz sarı köklə istiyot vururam. Yəni duz vurmadım ki, çox duzlu olmasın da. Və bu cür buzluqda bibərim, pomidorum var idi. Yaxalamışam, təmiz yumuşam.
Onları da vurdum. Tomatım yox idi. Tomat olanda da bir qaşıq kənarda suda həll eləyib, tomat da belə gəzdirirəm üzərini. Tomatım yox idi, bu cür elədim. Və yeməyim artıq hazırdır. Üzərinə də keşniş şüd xırda-xırda doğrayıb qatıram. Bu cür. İnanın ki, çox ləzzətli olur. Və yığıram qaba. Göz haqqınızı halal edin. Sizlər də ailəniz üçün, balalarınız üçün hazırlayın. Like etməyi unutmayın. Allaha əmanət olun.